Salamlar mərkəzi müəllimlər. Bu günləri sizə 25 sentyabr 2025-ci il sertifikasiya müsahibə suallarının izahını təqdim edəcəm. Vaxt məhdudiyyəti olduğu üçün sualları yazılı şəkildə ekranda göstərə bilmirəm. Gələn dəfə isə inşallah nəzərə alacağam. Keçid alırıq digər sualımızın izahına. Rubrik nədir? Müəllimlər, rubrik şagirdin qiymətləndirilməsi üçün meyarlar və keyfiyyət səviyyələrinin öz əksini tapdığı bir cədvəldir, qiymətləndirmə şkalasıdır. Rubriklər əsasən iki cür olur. Holistik və analitik. Holistik sürətlidir, bütün meyarları eyni anda qiymətləndirir, vaxt məhdudiyyəti olduqda effektivdir. Analitik isə bütün meyarları ayrı-ayrı qiymətləndirir. Yəni, meyarların hamısı burada nəzərə alınır, lakin birlikdə deyil, bütün meyarlar nəzərə alınması şərti ilə ayrı-ayrı qiymətləndiriləcək. Və buna görə də analitikdən daha çox layihə işlərində istifadə edilir ki, uzun müddətlidir və bu zaman daha effektiv hesab ediləcək. Rubriklər həmçinin də iki növə ayrılır. Ümumi rubriklər, tapşırığa əsaslanan rubriklər. Ümumi rubrik bütün tapşırıqlar üçün istifadə edilə bilər, lakin tapşırığa əsaslanan rubrik bir tapşırıq üçün hazırlanır və ondan sonra öz istifadəsini itirir. Rubrik təkcə müəllim qiymətləndirməsi üçün deyil, yoldaş qiymətləndirməsində, özünü qiymətləndirmədə şagirdin istifadə edilir. Keçid alırıq digər sualımıza. Diaqnostik qiymətləndirmə aparmaq müəllim olaraq sizin işinizə necə təsir edə bilər? Diaqnostik qiymətləndirmə şagirdlərin hazırki potensial vəziyyətini ortaya çıxaran bir məqamdır. Hazırki idrak səviyyəsinin hansı məqamda olmasını bizə təqdim edir. Şagirdin mövcud bilikləri nə dərəcədə yadda saxlamasını bizə təqdim edir. Buna görə də müəllim öz istiqamətini, öz planlaşdırmasını düzgün şəkildə qura bilir və formativdə heç bir problem yaranmır. Hansı istiqamətdən necə yanaşacağını öncədən artıq bilir. Keçid alırıq digər sualımıza. Valideyn gəlib övladının akademik nəticələrini istəyərsə nə edərsiniz? Valideyn gəlib övladının akademik nəticələrini istəyirsə, yəni şagirdimizin, bu zaman biz bildirməliyik ki, zaten mən valideynlərimə, onun övladları ilə bağlı məlumatlandırıram. Mənfi, müsbət, irəliləyiş varsa, çatışmamazlıq varsa, daim onlara məlumat verirəm. Hətta biz formativ qiymətləndirmədə artıq meyar yox, gündəliyə rəy yazırıq. Həmin rəy vasitəsilə də valideyn bilir ki, onun övladı hansı fəaliyyətə malikdir və akademik nəticələri necədir. Yox, əgər valideyn summativ nəticələri bilmək istəyirsə, bu zaman müəyyən bir vaxt ərzində ona məktəb rəhbərliyindən icazə almaq şərti ilə vərəqləri təqdim edə bilərik. O baxa bilər, lakin burada məxfilik qorunmalıdır. Diqqət etməliyik ki, burada valideyn summativ vərəq olsa belə, amma biz onu sənəd kimi qiymətləndiririk. Bu zaman konfidensiallıq mütləq şəkildə qorunur ki, həmin suallar məktəbə, təlimə, müəllimə və şagirdlərə məxsusdur. Digər şəxslərin orada nəsə baxması, onu yazıb götürməsi və yaxud da şəklin çəkməsi düzgün bir məqam hesab edilmir. Belə hallara yol verməmək şərti ilə nəticələri ona təqdim edə bilərik. Sonra digər sualımız belə verilib. Bir müəlliməmizə deyiblər 2-ci meyara, digər müəlliməmizə deyiblər 3-cü meyara konstruktiv rəy verin. Ümumiyyətlə bizdən konstruktiv rəy istəyirlərsə, konstruktiv rəy budur ki, meyarı nəzərə almaq şərti ilə həm də şagirdin çatışmamazlığını və üstəgəl burada istiqamət, yol göstərməyi də təqdim edirik. Yəni, yol göstərmə, istiqamət nədir? Şagirdin həmin səhvi bir daha etməməsi, həmin səhvi necə düzəltməsi üçün istiqamət verəcəyik, onun inkişafını təmin edən bir rəy verəcəyik. Bu da olur konstruktiv rəy. Keçid alırıq digər suala. Sinifin yarısı təlim nəticəsinə çatmayıb. Bu zaman siz nə edərsiniz? Sinifin yarısı, yəni bir növ deyə 50%, təlim nəticəsini mənimsəməyibsə, artıq demək ya təlim nəticəsi düzgün şəkildə alt standartdan çıxarılmayıb, şagird tərəfindən başa düşülən deyil və yaxud da reallaşdırılan deyil və digər məqamlar dəqiq, düzgün, aydın şəkildə deyil və yaxud da müəllim həmin təlim nəticəsinə çatmaq üçün iş üsullarını, iş formalarını, metodlarını və dərsin mərhələlərini şagirdlərin meyl marağına uyğun şəkildə qurmayıb. Ona görə də şagirdlər həmin dərsi mənimsəməyib, bu zamanda biz
təkrarən yeni, asan yollarla izah veririk, lakin gələn dəfə deduktiv dərs də təşkil edirik ki, tam əmin olandan sonra ki, bunu mənimsəyiblər, yeni dərsə addımlaya bilərik. İndi deyəcəksiniz ki, tam əmin olmaq üçün neçə dərs biz deduktiv keçək? Elə bir dərs deduktiv keçməlisiniz. Sonra, gələcəkdəki hədəfiniz nədir? Gələcəkdəki hədəfimiz, deyə bilərsiniz ki, şagirdlərimi daha da inkişaf elətdirmək, onları müasir təhsillə düzgün şəkildə təmin etmək, kurikuluma əsaslanan təlimlər qurmaq, onları inkişafında kurikulumun tam əsaslarından istifadə etmək, yeni iş üsulları, yeni metodlar, yeni təlim modelləri, müxtəlif yeni strategiyalardan istifadə edərək onları şəxsiyyətə çevirmək, hər tərəfli inkişaf elətdirməkdir. Sonra digər sualımız nə verilib? Digər sualımız belə verilib bizim. Bir dəqiqə. Valideynə övladının nəticələrini necə bildirirsiniz? Söhbət əgər formativ qiymətləndirmədən gedirsə, gündəliyə rəy yazmaq vasitəsilə övladının nəticələrini valideynə çatdırırıq və summativ də həmçinin zaten öz əksini tapır gündəlikdə. Həmçində valideyni ayrıca da məlumatlandırmaq bizim vəzifəmizdir. Sonra fərqli sualları deyəcəm sizə, vaxtınızı almayacağım. Diaqnostik qiymətləndirməni nə vaxt aparırsınız? Bu məncə çətin bir sual deyil. Tədris ilinin əvvəlində, bölmə bərslərinin əvvəlində, yarım illərin əvvəlində və məktəbi və yaxud da sinifi müəllim və ya şagird dəyişdikdə. Sonra, şagirdlər dərsdə çox səs-küy salarsa nə edərsiniz? Həmən bunu əslində bundan əvvəlki videoda da izah etmişəm. Bir müəlliməmiz də bizi orada deyəsən yanlış anlayıb. Deyir, müəllimə, hər dərs olmaz axı yarış və yaxud da digər oyunlar təşkil eləmək. Biz orada hər dərs demirik. Əslində vacib olan burada nədir? Bir var dərslər, bir var qeyri-standart dərslər. Qeyri-standart dərslər yarışlardır, komanda yarışlarıdır, fantaziya dərsləridir, təklif irəli sürmək dərsləridir, səhnələşdirmədir və s. ki, bu ixtisasa görə dəyişir. Sadəcə olaraq bir müəllim olaraq biz hər gün yeniliklə şagird qarşısına çıxmalıyıq. Eyni bir şeyi davamlı olaraq etdikdə, şagirdin meylini, marağını nəzərə almaq təkcə ona nəyisə mənimsətmək deyil. Onun üçün maraqlı nədir şagirdlər üçün? Əyləncəli bir dərs. Maraqlı deyəndə, belə deyək, bir növ meylinin marağını nəzərə almaq deyəndə, həm də şagirdin orada pozitivliyi, aktivliyi, əyləncəsi həm öyrənir, həm pozitivliyə köklənir, həm inkişaf edir, həm də onda nəinki təlim mənimsəmək, digər bacarıqlar da formalaşır. Ünsiyyət bacarığı, əməkdaşlıq, dostluq yaranır şagirdlər arasında. Buna görə də biz müxtəlif iş üsullarımız var ki, onların elə əksəriyyəti gəlib oyun əsaslı çıxır. Məsələn, mən kiməm iş üsulu. Şagirdin alnına bir vərəq yapışdırırlar, həmin vərəqdə yazılıb məsələn Albert Einstein. Uşaqlardan soruşur, uşaqlar, mən nələri kəşf eləmişəm? Mənim ən böyük kəşfim hansı hərflə başlayır? Məsələn, A ilə başlayır. Atomu məsəl üçün, deyək ki, Albert Einstein kəşf edib. Məsələn, deyirəm. Bu zaman artıq şagirdlər həm onlarda bir təbəssüm yaranır, pozitivlik yaranır, gümrahlıq yaranır. Onlar üçün dərs maraqlı olur və bu həmişəlik onların beyinlərinə həkk olacaq. Ona görə də biz deyəndə ki, maraqlı dərs qurun, elə bilirlər ancaq yarış oyundur. Oyun əsaslı deyəndə tamam başqa bir şeydir. Oyunlaşdırma tamam başqadır. Bunu kurikulum üzrə mən dəfələrlə izah etmişim. Keçid alırıq, indi deyir, dərsdə səs-küy varsa, dərs maraqsızdır. Dərs maraqlı olsa, müəllim müxtəlif strategiyalardan istifadə eləsə, təlimi daha asan yollarla ötürməyə çalışsa, yalnız elmi nəzəri bilik, məsələ misal, qrafiklər, ev tapşırığından ibarət dərs qurulmasa, o zaman şagird səs-küy salmayacaq. Biləcək ki, biz laboratoriya işi də keçirdirik, həmin qurğuları yaxından tanış oluruq, özümüz onlarda təcrübə aparırıq, müəllimə bizim üçün belə bir oyun təşkil elədi, bu günləri qruplarla iş keçirtdik, gələn dəfə akvarium iş üsulunu reallaşdırdıq, şagird səs-küy salarmı? Xeyr, əsla.
Zəif oxuyan bir şagirdin valideyni gəlib sizə bildirir ki, niyə mənim uşağımı zəif edirsiniz? Bu zaman biz şagirdin əvvəlki keçdiyimiz mövzulara əsasən valideynin yanındaca elə şagirdə sual-cavab edirik. Daha sonra isə rəhbərlikdən icazə almaq şərti ilə valideynin sinif fəaliyyətinə qatılmasını təmin edəcəyik. Və biz bildirəcəyik, diaqnostik qiymətləndirməni daim ona təqdim edəcəyik. Həmçində valideyni maarifləndirəcəyik ki, şagirdə həmçinin evdə nəzarət lazımdır. Evdə siz nəzarət etsəz, biz də məktəbdə onu inkişaf elətdiririksə, şagirdimiz heç vaxt zəifləməz. Və onun hələ zəif olub-olmamasını yoxlamaq məqsədi ilə valideynin yanında da ona bir neçə sual veririk. Diaqnostik qiymətləndirmə nəticələrini valideynə təqdim edirik, hansı ki, şagird portfoliosundadır. Şagirdin nə dərəcədə dərsə hazırlığı gəlib-gəlməməsini ona təqdim edə bilərik ki, məsəl üçün, əgər cavab vermirsə tapşırıqlara və yaxud da suallara düzgün cavab yazmırsa, ya dərsi öyrənməyib gəlirsə, bu artıq birbaşa məsuliyyət həmçinin də valideynin üzərindədir. Biz müəllim olaraq sinifdə qaydalar tərtib edirik, həmin qaydaları yerinə yetirmələri üçün təkidli oluruq və şagirdin inkişafını təmin etmək bizim vəzifəmizdir. Müəllimlər, nitq hazırlığımız davam edir. Sertifikasiya müsahibə hazırlığımız davam edir. Buyurub qoşula bilərsiniz. Əlbəttə ki, sizi lazım olan materiallarla təmin edəcəyik və nitq dərslərimiz də hər bir müəllimə lazım olan məqamdır. İzlədiyiniz üçün təşəkkür edirəm. Kanalımıza abunə olun, kanalımızı paylaşın, şərhlərinizi yazın və bəyənməyi unutmayın.